Dövlət Turizm Agentliyi Fransanın Euronews şirkəti ilə satın alma müqaviləsi imzalayıb. Yenavaz.com xəbər verir ki, bir mənbədən satın alma metodu əsasında imzalanan müqaviləyə görə Euronews telekanalının Snow Report verilişində təbliğat xidmətləri satın alınacaq və qarşılığında 425 manat ödəniləcək. Qeyd edək ki, müqavilənin müddəti 3 noyabr 2025, 30 dekabr 2025-ci il tarixlərini əhatə edir. Onu da bildirək ki, Dövlət Turizm Agentliyi bu ilin aprel ayında Euronews ilə 2 milyon 210 min manat dəyərində satın alma müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə 2025-ci il ərzində Euronews telekanalında təbliğat xarakterli məlumatlar yerləşdiriləcək. Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatdan fərqli olaraq Euronews telekanalında yayımlanan verilişin adı Snow Report yox, Snow Forecast adlanır. Bu verilişdə Avropa və Mərkəzi Asiyadakı dağ kurortlarından qar şəraiti və hava proqnozları barədə məlumat verilir. Proqramda xizək mövsümünə aid ən son hava dəyişiklikləri, qar qalınlığı və turizm xəbərləri təqdim olunur.